Məlumdur ki, uzun müddətdir Azərbaycan qonşu ölkələrlə öz quru sərhədlərini bağlı saxlayır. Bunu müxtəlif səbəblərlə izah edirlər. Amma zamanla qonşu ölkələrdə baş verənlər bu qərarın doğruluğu ilə bağlı faktları ortaya qoyur. Belə ki, İranda davam edən etirazlar, insanların ayağa qalxması və rejimə qarşı birləşməsi, yaşanan qarşıdurmalar sərhədlərin bağlı saxlanılmasının doğruluğunu sübuta yetirir. Səbəbi odur ki, bu vəziyyətdə hər an Azərbaycan üçün də təhlükə yarana bilər. Mövzu ilə bağlı konkret nöqtə-aza açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, mövcud proseslər sərhədlərin yaxın zamanda açılmasını mümkünsüz edir. Onun sözlərinə görə, qonşu ölkələrdə təhlükəsizlik risklərinin artması hökumətlərin sərhədlərlə bağlı daha sərt qərarlar verməsinə səbəb olur. Xüsusilə bildirmək lazımdır ki, qonşu ölkələrdə təhlükəsizliklə bağlı risklər mövcud olduqda, sərhədlərin açılmaması hökumətlər üçün prioritetə çevrilir. Bugün İranda baş verən etirazlar da dolayısıyla mövcud qərarın haqlılığını bir daha göstərir. Abbaslı əlavə edib ki, əsas müzakirə mövzularından biri İrandan Azərbaycana mümkün qaçqın axını ehtimalıdır. Belə risklər mövcuddur və bu da sərhədlərin açılması ilə bağlı ehtiyatlı davranmağa vadar edir. Düşünürəm ki, indiki mərhələdə sərhədlərin hələ bir müddət bağlı qalması ehtimalı kifayət qədər böyükdür və bu doğru qərardır. Siyasi şərhçi bildirib ki, İranda proseslər tam stabilləşməyənə qədər sərhədlərin açılması məqbul deyil. İranda baş verən hadisələr bir müddətdə davam edəcək və onun nəticələri zamanla hiss ediləcək. Bu amil Azərbaycanın sərhədlərlə bağlı mövqeyində israrlı qalmasına səbəb olacaq. Ekspertin sözlərinə görə, hazırda karantin rejimi aprelin 1-nədək uzadılıb və bu müddət ərzində sərhədlərin açılması ehtimalı demək olar ki, yoxdur. Böyük ehtimalla aprelin 1-dən sonra da karantin rejimi uzadılacaq. Bu isə o deməkdir ki, ilin ilk yarısında sərhədlərin açılması ehtimalları xeyli aşağıdır. Abbaslı qeyd edib ki, Azərbaycan gərgin regionda yerləşir və cəmiyyət artıq sərhədlərin bağlı qalmasına müəyyən qədər adaptasiya olub. Qonşu ölkələrdə problemlər tam həll edilənə qədər səbirli olmaq və gözləmək daha məqsədə uyğundur. Bir müddətdə dözmək olar.